Əgər bakalavrdasınsa və xüsusilə də 3-cü, 4-cü kursda təhsil alırsansa və nələr etməli olduğunu bilmirsənsə, yaxın əyləş, sənə hər şeyi danışacağam. Hər kəsə salamlar. Mən Nuray. Hal-hazırda Almaniyada yaşayıram. Avropada magistratura təhsilimi alıram. Məzun olmağıma çox az qalıb. 23 yaşındayam. Bu gün bakalavrda oxuyanlara, xüsusilə də 3-cü, 4-cü kurslara lazım olan məsləhətləri verəcəm. Özüm nə etmişəm və s. onlardan yola çıxaraq kiçik məsləhətlərim olacaq. Mənim özümün 3-cü, 4-cü kursum həqiqətən dolu-dolu keçib, akademik mənada. Çox aktiv olub, hətta bəzi günlər olurdu ki, heç nə çatdıra bilmirdim. Çox belə qaça-qaçlı və eyni zamanda bir çox şeyləri bacardığım illər olub. İlk öncəliklə onu deyim ki, əgər xaricdə oxumaq istəyirsinizsə, mütləq şəkildə araşdırmağa, əgər hal-hazırda 3-cü kursdansa və yaxud da 3-cü kursa başlayacaqsansa, elə 3-cü kursun başlarından bunu araşdırmağa başla da yay tətillərində. Çünki həqiqətən vaxt gedir. Nə mənada? Əgər sən istədiyin ixtisasın hansı ölkədə yaxşı olduğunu öyrənmək istəyirsənsə, hansı universitetlərdə yaxşı olduğunu öyrənmək istəyirsənsə, buna müəyyən qədər vaxt gedəcək. Ona görə tövsiyə eləyirəm ki, vaxtında başlayın. Yəni bilmək lazımdır ki, hansı universitetlər yaxşıdır, hansı universitetlər necə sənədlər istəyir və yaxud da ki, universitetlərdəki bu təqaüdə müraciət tarixləri nə vaxt başlayır. Yəni bunları bilmək lazımdır ki, ona uyğun artıq biz nələrəsə başlaya bilək. Özəlliklə də ortalama hansı qiymətləri tələb edirlər. Bəzən olur ki, sizin istədiyiniz ixtisas əslində sizin üçün deyil, çünki şərtləri sizə uyğun olmur. Elə əslində bu şərtlərdən əvvəlcədən xəbərdar olmağın tək yolu erkəndən araşdırmağa başlamaqdır. Mən aşağıda mənim xeyrimə dəyən və araşdırdığım saytları paylaşacağam. Xarici təqaüdü araşdırarkən ən çox hansı proqramlardan, daha doğrusu hansı veb-saytlardan istifadə edirdim, onları aşağıda qeyd edəcəm. Yəni mən ən çox 3-cü kursun əvvəllərindən başlamışdım və 3-cü kursa başlamamışdan əvvəl yay tətilində araşdırma edirdim ki, hansı təqaüdlər var, hansı proqramlar var. Yəni azdan çoxdan insan məlumatlı olmalıdır ki, nə üçün çalışdığını bilsin. Amma xarici təqaüdləri, xarici təhsil araşdırarkən də bir şey nəzərdən qaçırmayın ki, həqiqətən xarici təhsil almaq istəyirsinizsə deyil. Yoxsa sırf xaricdə təhsil almaq niyyətinə ya da başqasında gördüm deyə və yaxud da ki, bu sırf prestijli deyil. Yəni bunun üçün can atmağa ehtiyac yoxdur. Həqiqətən buna ehtiyac hiss edirsinizsə, xüsusilə magistratura təhsili üçün deyirəm. Arxada reklam açıldı. Ki arxada şey qoymuşdum ki, siz görürsünüz, arxadan Ariel'in reklamı açıldı. YouTube Premiumum yoxdur. Nəysə, bunu da buradan çatdırmış oldum. Biabır oldum həqiqətən arada reklam açıldı. Okay, əgər biz proqramları tapdıqsa və artıq bilirik ki, hansı proqrama müraciət edirik, azdan çoxdan bilirik ki, bizim necə bir ortalamaya ehtiyacımız var və xüsusilə də əgər full təqaüdlü oxumaq istəyirsinizsə, onu deməliyəm ki, 85 üstü ortalamanız olmalıdır. Hətta bəzən çox rəqabətli proqramlarda, bəzən məsəl üçün Erasmus Mundus'un bəzi proqramlarda, hər proqramda yox, DED-nin özü Azərbaycan içərisində və bəzi prestijli full təqaüdlərdə həqiqətən 90 üstü ortalama lazım ola bilər. Ona görə tövsiyə edirəm ki, əgər ortalamanız aşağıdırsa və bu ortalamanızdan əgər biraz narahatsınızsa, 3-cü kursdaykən, əgər yəni 2-ci kursdaysanız da, yəni ümumiyyətlə ortalamanızı artırmağa başlayın. Dərslərdə vaxt-vaxtında iştirak edin. Yəni məcburi hiss etsəniz belə, sistemdən xoşunuz gəlməsə belə, əzbərçilik hiss etsəniz belə, yəni bunu oxuyun, çünki başqa çarəniz yoxdur. Yəni dərslərə vaxtında gedin, imtahanlara yaxşıca hazırlaşın, hətta mümkündürsə müəllimlərlə aranızı yaxşı saxlayın. Müəllimlərlə aranızı yaxşı saxlayın o mənada ki, yəni dərslərlə yaxşı maraqlandığınızı başa düşsünlər. Çünki istərsəməz müəllimlərin gözünə girmək də vacibdir. Qiymətlər düzəltmək həqiqətən çox vacibdir. Xüsusən də yəni qiyməti artdığını hiss etdikcə insana daha çox motivasiya gəlir bu arada. Daha çox özünlə rəqabət aparmağa başlayırsan, təbii ki, sağlam rəqabətdən söhbət gedir. Təəssüf ki, bizdə Azərbaycanda qayıb sistemi olduğu üçün bəzən qiymətlər həqiqətən azala bilir. Ona görə özümüzü yaxşı hiss etmədikdə, işimiz çıxdı, dərsə getməyəndə bir qayıb belə, hətta bir qayıb deməyək, 2 qayıb, yəni əslində 2 qayıb nədir ki, bir semestrdə və o 2 qayıb qiymət aşağı salır istər-istəməz. Azərbaycanda bir çox dövlət universitetlərində qiymət 90, yəni 91-dən yuxarı olduqda əlaçı olursan bütün fənlər və bütün fənlər 91-dən yuxarıda saxlamaq həqiqətən biraz çətin işdir, amma mümkünsüz deyil. Yəni
ağıllı sistemlə çalışsaz bunu edə bilərsiniz. 3-cü kursdaykən tövsiyəm nədir ki, əgər siz bakalavrı bitirər-bitirməz magistratura təhsilinə başlamaq istəyirsinizsə və yaxud da ki, əlinizdə istərsiniz ki, məzun olanda artıq IELTS sertifikatınız olsun və ya sonuncu kursdaykən işlərə müraciət edərkən, prestijli işlərə müraciət edərkən IELTS əlinizdə olsun istəyirsinizsə, 3-cü kursdaykən bu kurslara başlayın. Artıq TOEFL və ya da ki, IELTS əslində bir-birinə çox fərqlənmir. Sadəcə imtahan sistemləri bir-birindən fərqlidir və bəzən də bəzi proqramların tələblərinə görə dəyişir, amma əsasən IELTS-dan elə başlaya bilərsiniz ki, kurslara araşdırmağa başlayın, kurslara yazılın və yaxud da ki, kurslara yazılmaq istəmirsinizsə, əgər bu barədə maddi baxımdan çətinlik çəkirsinizsə, çünki IELTS imtahanın özü də pulludur. İnternetdə materiallar tapa bilərsiniz. Mən kursa hazırlaşmışam, 3 ay kursda hazırlaşmışam. Gəncədə təhsil alırdım. Gəncədə Kingsway Akademi var idi. Elən çox tanınan kurs da oydu. Və mən də orada hazırlaşmışdım. Yəni Gəncədə olduğum halda dərslərə görə çatdıra bilmirdim deyə onlayn hazırlaşmışdım. Yəni onlayn kurslarda da hazırlaşa bilərsiniz. Məcbur deyil ki, kurslarda fiziki şəkildə iştirak edin. Yəni internet dövrüdür. Ona görə yəni mən kursa hazırlaşmışdım, amma kursa hazırlaşarkən də əsasən materiallar Cambridge tapşırıq kitabları vardı, onlardan istifadə edirdik. Bəlkə də bilərsiniz. Elə Cambridge 1, 2, 3, 4, yəni belə sayılara uyğun gedir. 16, 18-ə kimi ya da 20-yə kimi gedirdi, bilmirəm. Yadda saxlamamışam, çünki axırıncı nömrələri işləməmişdim. Çatdırdığım qədər kitabları bitirmişdim. Bir də bəzi kitablar da var idi ki, sözləri öyrənmək üçün istifadə edirdik, amma kursda əsasən bəzən müəllim özünün tapdığı materialları göndərirdi deyə biraz məxfi materiallardır əslində onlar. Amma internetdə həqiqətən saysız hesabsız videolar və materiallar tapa bilərsiniz. Mən bu barədə IELTS-la bağlı bir video çəkəcəm. IELTS-ə necə hazırlaşmışam, hansı materiallardan istifadə etmişəm, məxfi olmayan. Onları paylaşacağam öz kanalımda. Ona görə də yəni kanalımı izləyin indidən, abunə olun. Xarici təhsil üçün və yaxud da ki, bitirər-bitirməz işə qəbul olmaq üçün müəyyən qədər təcrübələr sizdən lazım olur. Və təcrübələr lazım olduğu üçün tövsiyəm olar ki, bakalavrdakən artıq işləməyə başlayın. Ya da işləmək deməyək, çünki bəzən işləmək bizim təhsil almağımıza mane ola bilər. Çünki az öncə mən qiymət artırmaqdan söhbət gedirdi. Qiyməti artırmaq, biraz dərslərə vaxt ayırmaqdan ibarət olduğu üçün təbii ki, işləməyə də vaxtımız qalmayacaq. Amma iş təcrübəsinə bərabər ola biləcək şəkildə təcrübəçi vəzifələrində işləyə bilərsiniz. Yəni internshiplər və yaxud da ki, könüllülüklərə qatıla bilərsiniz. Amma hər könüllülükdə məsləhət görmürəm. Çünki harda gəldi könüllülük eləməkdə əslində bəzən biraz vaxt etkisi ola bilər. Amma bu hər könüllü üçün deyil. Yəni tanınan beynəlxalq könüllüklərdə iştirak edə bilərsiniz və yaxud da ki, ixtisasınızla əlaqəli könüllüklərdə iştirak edə bilərsiniz. Prestijli könüllüklər ola bilər. Yəni hər yerdəki könüllüyü mən çox tövsiyə etmirəm ki, ona ayırdığınız vaxtda dərsə biraz vaxt ayıra bilərsiniz və ya da ki, daha məhsuldar hobilərinizə vaxt ayıra bilərsiniz. Kimi iş təcrübəsinə əgər vaxtınız yoxdursa və ya da ki, işdə tapmamısınızsa işləməyə, könüllülüklər və internshiplər bunu əvəzləyə bilər. Əsas odur ki, sizin magistraturadan əvvəl və ya da ki, bakalavrdan sonra işləmək istəyirsinizsə, o işdən əvvəl müəyyən qədər təcrübəniz olsun. Çünki indiki dövrdə həqiqətən təcrübə, bacarıq daha çox önəmlidir. Çünki mən özüm hal-hazırda iş axtarıram və təcrübə çox vacibdir. Və tövsiyəm olar ki, əgər full təqaüdə düşmək istəyirsinizsə, prestijli proqramlarda, prestijli universitetlərdə oxumaq istəyirsinizsə, şansınız varkən 3-cü, 4-cü kursdaykən məqalə yazın. Və yaxud da ki, məqalə yazan professorunuz varsa, müəlliminiz varsa, onların komandasına qoşulun. Onların məqaləsində redaktə edilməsində və yaxud da ki, hansısa bir işində köməklik göstərin ki, o məqalədə sizin də adınız getsin və sizin də o nəşr olunanda sizin də orada adınız getsin ki, bu da istərsəməz sizə müəyyən qədər CV-nizdə və ya da ki, öz portfolyonuza, yəni müəyyən qədər üstünlük qatacaq. Ona görə tövsiyəm olar ki, məqalə yazın və ya sizə maraqlı olan mövzularda, əgər universitetdə dediyim kimi yazan varsa, onları qoşula bilərsiniz. Mənim öz təhsil aldığım proqramda mən müraciət edərkən bu məcburi deyildi. Amma hal-hazırda mənim öz proqramımda deyəsən artıq məcburi olub, ən azından bir ədəd məqalə göstərmək lazımdır. Şərt deyil ki, baş rəhbər, yəni baş məqalə yazan siz olun. Müəyyən qədər hansı bir məqalədə adınız da gedə bilər. Əsas odur ki, sizin olduğunuz bir məqalə olsun. Çünki artıq bir çox proqramlar akademik bacarığa üstünlük verir istərsəməz. Təcrübə də önəmlidir təbii ki. Əlavə extracurricular activities, yəni o könüllülük dediyim fəaliyyətlər təbii ki, önəmlidir. Əlavə bacarıqlar önəmlidir. Sadəcə olaraq belə akademik bacarıqlar da vacibdir.
yəni onlar görmək istəyir ki, siz həqiqətən bu sahədə müəyyən bir yerdə irəliləmisiniz və daha da çoxunu istəyirsiniz. Ona görə də məqalə vacibdir dostlar. Əlavə olaraq 3-cü, 4-cü kursdaykən və yaxud da ki elə bunu 3-cü, 4-cü kursa vurğulayıram, çünki artıq son illərdir, yəni bu bakalavrda, amma ümumi bakalavrda CV-nizi çox inkişaf etdirməyin ən önəmli gözəl yollarından biri onlayn sertifikasiya proqramları və ya da ki, veb saytlarından istifadə edə bilərsiniz. Bunlar hansılardır? Coursera, Udemy və sair kimi veb saytlar var ki, orada çox gözəl dərslər olur və ya da ki, yəni hansı bir bacarığı inkişaf etdirmək üçün videolar olur, video dərsliklər olur. O video dərslikləri izləyərək xüsusən də tövsiyəm olar ki, axırında tanınan sertifikat verən videoları, video dərslikləri indirin, onlara üzv olun. Çünki həm həqiqətən bir şey öyrənirsiniz, xarici mənbələrdən, xarici professorlardan, xarici universitetlərdən həm bir şey öyrənirsiniz, həm də sertifikat alırsınız. Bəzən bir həftəlik triallar olur, yəni free trial, pulsuz şəkildə almaq olur ki, amma sadəcə bu bir həftəlik olduğu üçün bir həftə ərzində o qeydiyyatdan keçdiyiniz kursu bitirməlisiniz. Bu bəzən biraz çətin ola bilər, amma mümkünsüz deyil. Əgər bir həftəlik pulsuz bir şansınız varsa, bundan istifadə edin. Çünki pul ödəməkdənsə onu bir həftəlik pulsuz şəkildə həll edərək sizin tanınan, məqbul sayılan sertifikatınız olmuş olacaq və eyni zamanda da müəyyən bir bacarıq öyrənmiş olacaqsınız. Belə, 3-cü, 4-cü kursdaykən həqiqətən ümid edirəm ki, müəyyən mövzulara toxuna bildim. Mən özüm də azdan, çoxdan bu yollardan keçmişəm. Mən özüm 3-cü, 4-cü kursdaykən həm tələbə gənclər təşkilatındaydım. Enactus adlı yarışmaya hazırlaşırdıq. Düz yarı finala qədər gəlib çıxmışdıq, amma olsun. Həm ona hazırlaşırdıq, həm mən IELTS-ə hazırlaşırdım, həm xarici təqaüdləri araşdırırdım. Yəni belə dolu-dolu keçirdi. Dərslərə də gəlib iştirak edirdim və ona görə həm çətin olurdu, həm də maraqlı olurdu. Nə bacarırsınızsa, nə edə bilirsinizsə bakalavrda edin. Çünki bakalavrda etdiyiniz ən xırda özünüzü olan bir, yəni ən xırda etdiyiniz öyrənmək, ən xırda etdiyiniz bir şey həqiqətən sizə gələcəkdə qat-qat əvəzi ilə qayıdacaq. Yəni sizin bakalavrda yazıldığınız hansısa bir kurs, bakalavrda öz biliyinizə qoyduğunuz hansısa bir investisiya həqiqətən gələcəkdə qat-qat geri qayıdır, bunu əminliklə deyə bilərəm. Ən azından bakalavrda dil öyrənməyə vaxtınız mütləq olacaq. Bakalavrda müəyyən bir bacarıq öyrənməyə, sertifikatlar əldə etməyə müəyyən qədər vaxtınız olacaq. Ona görə bacardığınız qədər hər şeyi bakalavrda etməyə çalışın ki, sonradan bütün işləriniz daha asan olsun. Təbii ki, heç bir zaman öyrənməyi, yeni şeyləri özünüzə qatmağı, yəni dayandırmaq lazım deyil. Sadəcə bunun təməlini, bünövrəsini bakalavrdaykən qoymaq daha çox işə yarayacaq. Ümid edirəm ki, videom hədəf kütlə üçün maraqlı və faydalı olmuşdur və həqiqətən əgər maraqlı gəldiysə, kanalımı izləməyi dəvət edirəm. Çünki digər videolarda da, növbəti videolarda da mən başqa mövzular haqqında danışacağam. Həm IELTS, həm dil öyrənməklə bağlı, eyni zamanda da gündəlik həyatımı da paylaşıram. Kanalıma abunə olmağı, izləməyi, bəyənməyi və rəy yazmağı unutmayın. Sağ olun, təşəkkürlər.